Hörmətli iştirakçılar, təkrar hər birinizi salamlayıram. Nəzərinizə çatdırmaq istəyirəm ki, 5 iyun Ümumdünya Ətraf Mühit Günü idi və bu münasibətlə UNEK Nizami Gəncəvi adına dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzi 6 iyun 10 iyun arasını Yaşıl İqtisadiyyat Həftəsi elan edib və bu həftə içərisində bizim 5 önəmli qurumdan 5 spikerimiz iştirak edəcək və bugünkü qonağımız Təbriz şəhər ASCC-nin Ətraf Mühit və Əmək Mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev olacaq və biz hər gün fərqli qurumların yaşıl iqtisadiyyat sahəsindəki fəaliyyətləri nələrdir, gələcək planlar nədir, ümumiyyətlə yaşıl iqtisadiyyata keçiddə nə kimi uğurlarımız var, nə kimi imkanlar var və sahib olduğumuz potensialı dəyərləndirmək üçün nələr edə bilərik, hansı imkanlardan faydalana bilərik, bunlardan bəhs edəcək və eyni zamanda bugün Təmiz şəhərin yaşıl iqtisadiyyat sahəsindəki tamamlanmış layihələrindən, görülmüş işlərindən və gələcək planları nələrdir, hansı işlər görülməsi nəzərdə tutulur, bunlardan bəhs edəcəyik. Dəyərli vaxtınızı ayırıb qatıldığınız üçün hər birinizə təşəkkür edirəm. İcazənizlə sözü Səbuhi müəllim Babayevə vermək istəyirəm və sessiya bitəndən sonra, təqdimat bitəndən sonra sizin töhfələrinizi, suallarınızı da gözləyəcək. Hər birinizə xoş dinləmələr arzu edirəm. Buyurun Səbuhi müəllim. Təşəkkür edirəm Gülnar xanım. Salamlayıram tədbir iştirakçılarını. Mən Səbuhi Babayev, Təmiz şəhər ASCC-də Ətraf Mühit və Əmək Mühafizəsi şöbəsinin müdiriyəm və bugün sizə öz belə deyək, vaxtınızı almadan öz fəaliyyətimiz barədə qısa məlumat vermək istərdim. Birdən prezentasiyanı qoşum. Günnar xanım görsənir də yəqin ki, prezentasiya yoxsa? Bəli, Səbuhi müəllim, görünür. Aha. Deməli, Təmiz şəhər ASCC 2009-cu ildən fəaliyyətə başlamışdır. Bizim əsas hədəfimiz Bakı şəhərinin 12 inzibati rayonunda yaranan bərk məişət tullantılarının müasir üsulda utilizasiyasıdır. Deməli, 2000... Üzr istəyirəm, niyə keçmir? Aha. Deməli, biz sırf Bakı şəhərinin 12 inzibati rayonunda yaranan bərk məişət tullantıları qəbul edir və onları müasir üsulda zərərsizləşdiririk. Amma daşınma Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsindədir. Təsərrüfat sahələrimizdə bizim daxili deməli, Bakı bərk məişət tullantılarının yandırılması zavodu, Bakı bərk məişət tullantılarının çeşidlənməsi zavodu, Balaxanı sanitar poligonu və Balaxanı sənaye parkı. Bu təsərrüfat sahələrimiz haqqında qısa məlumatları sizə verəcəm və axırda da inşallah nə sual olsa çalışaraq cavablandırarıq. Deməli, birinci istəyərdim təsərrüfat sahələrimizdən biri olan Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poligonu. 2009-cu ildən biz poligonu Bakı şəhər İcra Hakimiyyətindən təhvil alanda özünüz də bilirdiniz ki, yəni ilin 4 fəslində burada tullantılar qalaqlanırdı və ətraf mühiti çox pis dərəcədə çirkləndirirdi. Artıq poligon üzr istəyirəm. Üzr istəyirəm Səbuhi müəllim. Birinci slayd ekranda qalıb, slayd dəyişmir ekranda. Dəyişdi indi? Bəli, bəli, indi dəyişdi. Aha. Deməli, poligon artıq sanitar poligondur. Burada tullantılar deməli, xüsusi hücrələrdə bastırılır və bastırılan tullantılardan ayrılan tullantı sularıdır, sonra bioqazlardır, idarə olunur. Bioqazlar xüsusi tikilmiş qurğulara ötürülür və həmən qurğularda elektrik enerjisi əldə olunur və elektrik enerjisində biz poligonun daxili ofislərində istifadə edirik. Tullantılan ayrılan sular da xüsusi qurğulara ötürülür və həmən qurğularda, həmən şəkil ekranda var. Həmən qurğular deməli tullantı suları xüsusi qurğuda
təmizləndikdən sonra Balaxanı poligonunda bu vaxta kimi 14 mindən çox ağac əkilib və onların suvarılmasında istifadə olunur. Deməli, poligon ərazisində yuma və dezinfeksiya məntəqəsi tikilib. Burada deməli avtomaşınlar əraziyə can gitsən gedə bilərsən. Yəni problem çoxsa. Avtomaşınlar əraziyə daxil olduqdan sonra dezinfeksiya olunur və artıq şəhərə təmiz vəziyyətdə qayıdır. Bu həmən dezinfeksiya məntəqəsində gündəlik 400-dən çox avtomaşına xidmət göstərir. Çeşidləmə zavodu haqqında qısa məlumat vermək istəyirdim. 2012-ci ildən çeşidləmə zavodu fəaliyyətə başlayıb və burada əsas illik gücü 200 min tondur, bərk məişət tullantıdan çeşidləməsi zavodu və yarım avtomat rejimində işləyir. Burada deməli tullantılardan ayrılan belə tullantıya belə deyək də xammala yararlı tullantılar çeşidləndikdən sonra göndərilir xüsusi sahibkarlara və bizim Balaxanı Sənaye Parkında fəaliyyət göstərən rezidentlərə. Burada deməli tullantılar əsasən əlvan metal, qara metal, kardondur, plastikdir və sair çeşiddə tullantılar çeşidlənir. Və çeşidləndikdən sonra dediyim kimi tullantılar ötürülür xüsusi sahibkarlara və Balaxanı Sənaye Parkında fəaliyyət göstərən rezidentlərə. Belə deyək də, bu Bakı şəhərində ilkin çeşidləmə olmadığına görə bizdə tullantılar arasında təhlükəli tullantılar da tapılır. Hansı ki, bunların fotoda gördüyünüz kimi mərmi də çıxır ərazidən, tapancalar, hansı ki, soyuq silahlar da tapılır. Onlar biz Sabunçu rayon polis şöbəsindən işçi qaydada müqaviləmiz var və belə təhlükəli tapıntıları biz təhvil veririk həmən polis şöbəsinə. Maraqlı əşyalar da çıxır. Bizim mini muzeyimiz də var həmən çeşidləmə zavodunda. Həmən inşallah tədbir iştirakçıları gələcəkdə bizim təsərrüfat sahəsinə ərazi səfərlər olsa, orada belə deyək də, min eşitməkdənsə bir dəfə görmək yaxşıdır. O səfər çərçivəsində tanış olmaq olar. Deməli, həmən tapıntılardan belə deyək, qəpiklər də çıxır, hansı ki, onun xüsusi maqnit separator həmən metalları yığır və bu axırıncı ilimizdə deməli hardasa 150 kiloqramdan çox belə tullantı qəpiklər yığılmışdı ərazidə və bunu biz Mərkəzi Banka veririk. Kağız əksinaza çövürülür həmən qəpiklər və xüsusi belə deyək, Bakı şəhərində yerləşən internatlara bu xüsusi avadanlıqlar lazım, avadanlıqlar, əşyalar alınır həmən internat üçün və xeyriyyə məqsədləri üçün təşkil olunur. Hardasa da bu qəpikləri də biz dəyişəndə axırıncı dəfə 1500 manat pul eləmişlər, 120 kiloqramdan çox qəpik. Belə layihələrimiz də olur, maraqlı tapıntılar da olur. Deməli, çeşidləmə zavodunda bizim də deməli, onu da qeyd edeyim ki, Azərpoçtap layihəsi var, hansı ki, memorandum imzalanıb, deməli, Bakı metropolitenidir, Daxili İşlər Nazirliyidir, Bakubasdır. Bu, hansı ki, əşyalar tapılır, sənədlər tapılır. Həmən sənədlər biz artıq əvvəl vətəndaşların özlərini veririk, əgər tapılırsa. Artıq biz o həmən layihəyə veririk belə tapıntıları, onlar özləri sahibinə qaytarırlar. Məsələn, şəxsiyyət vəsiqəsi ola bilər, pasport ola bilər, yəni hansısa bir evin sənədi ola bilər. Belə bir sənədləri Poçstat layihəsinə təhvil veririk. Həmən sənədlər də təhvil verilir sahiblərinə Poçstat layihəsi çərçivəsində. Bakı bərk məişət tullantılarının yandırması zavodu haqqında demək istərdim ki, illik gücü 500 min tondur. Burada tullantılar illik gücü 500 min ton bərk məişət tullantılarıdır. 210 min ton isə tibbi tullantılardır. Deməli, tullantıların yandırılması nəticəsində 231,5 milyon kilovat-saat elektrik enerjisi əldə olunur və bu enerji ötürülür Bakı elektrik şəbəkəsinə.
bir qismi, hansı ki bir qismini biz daha zavodun daxilində istifadə edirik, bir qismi də ötürülür Bakı elektrik şəbəkəsinə, onlar da bu elektriki əhalinin satışına yönəldirlər. Bu da hardasa 200 min əhalinin işıqlandırılması deməkdir. Deməli, yandırılma zamanı iki cür tullantı yaranır. Deməli, bunlardan biri bərk məişət tullantılarının dip külüdür və dip külü hansı ki təhlükəsiz tullantıdır. Onu biz yolun alt qatında istifadə edirik və uçan küldür. Uçan küldə təhlükəli tullantı olduğuna görə onu təhvil veririk. Ekologiya Təbii Sərvətlər Nazirliyinin təhlükəli tullantılar poligonu var. Təhvil veririk ora. Onlar da onu xüsusi üzrələrdə bastırırlar. Bu həmən nümunələrdən şəkillərdir. Gördüyünüz ki, birincidə fly ash uçan küldür, bottom ash dip külüdür. Hansı ki, yolun alt qatında istifadə olunur və xüsusi alıcıları var bunun, fiziki şəxslər tərəfindən alıcıları var. Bir də ki, burada ferrous metals, hansı ki, dip külündə ələndikdən sonra xüsusi qara metal da çıxır. Qara metal da biz təhvil veririk Baku Steel Company-yə. Balaxanı Sənaye Parkı haqqında demək istərdim. Deməli, hal-hazırda Sənaye Parkında 25 rezident fəaliyyət göstərir və o rezidentlərdən bir dəqiqə üzr istəyirəm. O rezidentlərdən hardasa 25 rezident və 17-si artıq fəaliyyətə başlamışdır. Xüsusi hansı ki, karbon istehsalına məşğul olan rezidentlər, plastik tullantıların emalı ilə məşğul olan rezidentlər var. Tullantı təkərlərinin emalı ilə məşğul olanlar var. Sonra tullantı yağlarıdır, sonra bitki yağlarıdır. Hər cür növə görə rezidentlər fəaliyyət göstərir. Deməli, şəkildə də gördüyünüz kimi bizim bütün təsərrüfat sahələrimiz Balaxanı poligonunda yerləşir. Bütün təsərrüfat sahələrindəki arasında məsafədəki hardasa 1 kilometr məsafə var. Bu yandırılma zavodudur, çeşidləmə zavodudur. Yandırma zavodu budur, üzr istəyirəm. Çeşidləmə zavodu yaşıl olandır. Bu Balaxanı poligonudur və Balaxanı Sənaye Parkı hamısı yanbayandır. Yandırma zavodunun yanındadır. Şəhərə 15 kilometr məsafədə yerləşir. Rezidentlər haqqında da qısa deməli, birinci ərazidə göstərdiyimiz, bir qeyd etdiyim kimi EKKAT MMC-dir. İşlənmiş məhərrək yağlarının təkrar emalı məşğuldur. Sonra fərdi sahibkar var, tullantı kağızlarının emalı ilə məşğuldur. Feriella var, bu süngər tullantıların təkrar emalı ilə məşğuldur. Azekal plastik PET butulkaların emalı ilə məşğuldur. Metak, o da plastik tullantıların emalı ilə məşğuldur. EKKAT MMC var, hansı ki, işlənmiş məhərrək yağlarının təkrar emalı ilə məşğuldur. Azekol plastik PET butulkaların emalı ilə məşğuldur. Deməli, bu rezidentlərin bizdə deməli 10 il vergidən güzəşt sahələri vardı. 10 il vergidən deməli 7 il torpaq vergisinə, müxtəlif vergilərdən azaddılar. Ona görə də sahibkarlara marağı olduğuna görə bizdə əvvəl parkın sahəsi 8,3 hektar idi. Artıq 10,5 hektar ərazi genişləndirilib və ikinci, üçüncü sahələr formalaşıb. Burada Bjorkun MMC var, işlənmiş qida yağlarının təkrar emalından biodiz üçün xammal istehsal edir. Sonra fərdi sahibkar var, qida tullantılarından yem istehsal edir. Alfa-Pak Azərbaycan MMC var, hansı ki, yapışqan lent istehsalından məşğuldur. Karboza MMC var, hansı ağac taxta tullantılarının emalı ilə məşğuldur. Kömür istehsal edir. Polimer Net Az Company var, hansı ki, plastik tullantılarının emalı ilə məşğuldur. Müxtəlif rezidentlər var, buna görə sizin vaxtınızı almaq istəməzdim. İnşallah ərazilərimizə səfər olanda birgə ərazilərə onda da maraqlı olar. Günəxan, bu dəyişir də yəqin ki, mən səhifələri dəyişirəm. Bəli, mən dəyişir. Aha.
Bu deməli Abşeron göllərin ekoloji bərpası layihəsi də bizdə olmuşdur. Niyə görə olmuşdur? Artıq bu belə deyək də estafeti ötürdük biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə. Bu Böyükgöl gölünün birinci fazasını biz bərpa etmişik, ikinci fazasını onlar davam edəcəklər. Deməli, orada hardasa Abşeron göllərinin bərpası layihəsi haqqında deməli Zabrat gölüdür, Bülbülə gölüdür, Zığ gölüdür, Böyükgöl gölüdür, Binəqədi, Xocəsən, Lökbatan, Qırmızı 9 göldür ümumilikdə. Bunlardan birincisi biz 2015-ci ildən Böyükgöl gölünün bərpası layihəsinə başladıq və artıq şəkildə gördüyünüz kimi göl bu hissə Şimal gölü hardasa gölün sonradan yaranan bir hissəsidir. Bu Binəqədi tərəfdən bərk məişət olan, bərk çirkab sularının axıdılması nəticəsində yaranan süni göldür. Orijinal versiyası gölün göstərdiyim kimi bu hissəsidir. Biz vaxtımız 2015-ci ildə Avropa oyunları keçirildiyinə görə, vaxtımız az olduğuna görə gölün bir hissəsini, birinci faza, ikinci faza bir hissəsini təmizlədik. Gölün dibindən hardasa 2,8 milyon kub gördüyünüz kimi tullantı çıxarıldı, dib söküntüsü çıxarıldı və xüsusi burada ayrılmış, şimal tərəfdə ayrılmış 100 hektarlıq ərazilərdə həmən dib söküntüləri saxlanılır. Axırda layihə tam bitdikdən sonra onlar da utilizasiya olunacaq. Deməli, layihə ərazisində hardasa 20-dən çox tullantı sulara axıdılırdı. Onlar tam qarşısı alındı. Göl hardasa 8 post qoyuldu. Bu gölə bərk tullantılar da atılırdı. Çox təəssüf ki, bizim bu Abşeron göllərin tullantı məqsədi kimi istifadələri. Bütün göllər də hamısı elədir. Xocəsən, Bülbülə, Zığ, bütün şəhərdə nə tullantı yaranırsa aparıb boşaldırdılar gölə. Elə də çirkab suları, lay suları, hamısı tullantılar boşaldılır gölə. Artıq bu Böyükgöl gölündə bu hamısı qarşısı alınıb və hal-hazırda görürsünüz Böyükgöl bulvarı var və göl tam bərpa olunub. Yenə deyirəm, birinci faza gölün Olimpiya stadionu tərəfi tam bərpa olunub. İkinci fazası Ekologiya və Təbii Sərvətlər Nazirliyi o işlərə başlayacaqlar. Deməli, Bakı şəhəri ərazisində qeyri-qanuni tullantı sahələri haqqında qısa məlumat vermək istərdim sizə. Biz deməli, bizim səlahiyyətimiz olmadığına görə biz Bakı şəhər 11 saylı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə işçi qrupu yaratmışıq. Bizim müfəttişlərlə, onların müfəttişləri birgə Bakı şəhərin 12 İnzibati rayonunda yerləşən qeyri-qanuni tullantı sahələrində mütəmadi olaraq reydlər və monitorinqlər keçirirlər. Belə deyək də, tullantılar hansı ki təhvil verilməlidir təmiz şəhər asıcının təsərrüfat sahələrinə. Bəzi sürücülər benzinə qənaət edir, öz ciblərinə qənaət etmək üçün tullantıları atırlar. Xüsusi şəhərin hansı ki, yenə deyirəm, bu göllərin qırağına, məsələn, o göllərdən biri, məsələn, Lökbatan gölü idi, hansı ki, tullantılar boşaldırlar ora. İndi hal-hazırda qarşısı alınıb. Həmən də qalaqlayır da tullantıları. Deməli, bu reydlər nəticəsində hardasa 200-dən çox qeyri-qanuni tullantı sahəsi qapadılıb və təmizlənib və yenə də davam etdirilir reydlər və reydlər nəticəsində inzibati protokollar tərtib olunur, məcbur göstərişlər verilir fiziki şəxslərə, hüquqi şəxslərə. Və onun əsasında da onlar məcbur olub artıq tullantılara təhvil verirlər təmiz şəhər asıcının təsərrüfat sahələrinə. Bu həmən nümunələrdən bir şəkillərdir. Deməli, bizdə hal-hazırda Balaxanı poliqonunun bəzi inzibati rayonlar üçün uzaq olduğuna görə, məsələn, Qaradağ rayonunun və Xəzər rayonunun Mənzil Kommunal Təsərrüfat Birlikləri ərazilər uzaq olduğuna görə Qaradağ rayonunun hal-hazırda tullantıları təmiz şəhər asıcıya təhvil vermir, məsafə uzaq olduğuna görə. Bu problemi həll etmək üçün Qaradağ rayonu Rökülbatan qəsəbəsində yüklənmə boşaltma məntəqəsi tikiləcək və Xəzər rayonu Şüvalan qəsəbəsində, artıq layihələndirmə işləri bitib, bu yaxınlarda
zavodun illik gücü 100 min ton olan yarım avtomat rejimdə işləyən çeşidləmə zavodu tikiləcək. Hansı ki, tullantılar ora Pirallahıdan, Xəzər rayonundan tullantılar gətiriləndə biz onları qəbul edəcəyik və tullantılar çeşidləndikdən sonra xam mala yararlı tullantılar daşınacaq çeşidləmə zavoduna, Balaxanı Sənaye Parkına, belə deyək, yanmağa qabiliyyətli tullantılar ötürüləcək Bakı Bərk Məişət Tullantının yandırılması zavoduna. Yerdə hansı ki, o tullantılar nə yanmağa qabiliyyətlidir, həm nə çeşidləmə kimi, xam mal kimi sərfəlidir. Həmən tullantıları biz ötürürük Balaxanı sanitar poligona, orada xüsusi üzrələrdə bastırılır. Yenə deyirəm, həmən tullantılar bastırıldıqdan sonra tullantı suları və biyoqazlar hamısı idarə olunur. Demək, tullantı suları yenə qeyd etdiyim kimi xüsusi qurğularda təmizlədikdən sonra texniki suya çevrilir və poligonda əkilən 14 mindən çox ağacın suvarılmasında istifadə edilir və tullantılara ayıran biyoqazlar da xüsusi generatora ötürülür və poligonun ofis binalarının elektrik enerjisinə təmin edir. Xüsusi pilot layihələrimiz olur. Bizim deməli İçəri şəhərdə tullantıların çeşidlənməsi layihəmiz var, bu təmiz qala layihəsi var. Bir qeyd etdim mən, tullantıların biz 12-ci inzibati yanında tullantıları biz ancaq qəbul utilizasiya edirik. Amma bir də Xəzər rayonunun Qala qəsəbəsindən başqa, Xəzər rayonunun Qala qəsəbəsi tam bizdədir. Orada tullantıların ilkin çeşidlənməsi var. 150-dən artıq tullantı meydançaları qurulub. Deməli, tullantı meydançasında yerləşən qutular mütəmadi olaraq dezinfeksiya olunur xüsusi avtomaşınlarla. Üzvü və qeyri-üzvü tullantılar ayrı-ayrılıqda yığılır və daşınır bizim təsərrüfat sahələrimizə. Bu müxtəlif tədbirlərdir, hansı ki, bizdə Balaxanı qalada yerləşən Tullantıdan Sənətə muzeyimiz var. Bu sərgidə hər il keçirilir və müxtəlif rəssamların əl işləridir, həmən muzeydə saxlanılır. Bu gördüyümüz fotolardan biridir. Hansı ki, tullantılardan düzəldilmiş sənət əsərləridir. Bu qədər. Günar xanım, kimisə sualı varsa? Əbul müəllim, təşəkkür edirəm. Məlumat verdim, yığcam verdim. Heç kim vaxtını almaq istəmədim. Kimisə nə sualı varsa, biz də xoş olar cavablandım. Bir də qısa rolik video göstərmək istəyərdim, hansı bir dəqiqə çəkir. Danışdırılan həmən bir də videoda biraz maraqlı olardı. Təsərrüfat sahələri haqqındadır. Bu hal-hazırdakı çeşidləmə zavodumuzdur bizim. Görürsünüz, xüsusi bunkerlərə ötürülü tullantılar və hamıda biri plastik, biri karbon, hansı xam mala yararlı tullantılar ayrı-ayrı yığılır və ayrı-ayrı xanalarda hal-hazır gördüyünüz tullantı karbon tullantısıdır. Ötürülür pres aparatına və presləndikdən sonra ötürülür bu Balaxanı Sənaye Parkındakı olan rezidentlərimizin. Balaxanı Sənaye Parkı. Bakı Bərk Məişət yandırılması zavodudur.
Bu bir bəhs etdiyim dip külüdür. Hansı ki biz tullantı ələndikdən sonra görürsünüz ələnib metal ayrılandan sonra yolun alt qatında istifadə edilir. Bu da Balaxanı Bək Məişət tullantılarının poligonu, sanitar poligondur. Su 26 ədəd hücrə var. Bu həmən bəhs etdiyim biogazın idarə olması qurğusudur. Bu da Böyükşor bulvarı, Böyükşor gölüdür, hal-hazırdakı vəziyyəti. Səbah müəllim, çox sağ olun, təşəkkür edirəm təqdimatınız üçün. Biraz əvvəl Vüqar müəllim əl qaldırmışdı. Vüqar müəllim, sizin sualınız var idi, buyurun. Buyurun, Sağ olun. İlk öncə Mingəçevir Dövlət Universitetinin rəhbərliyi və kollektiv adından sizin bu gözəl layihəni, bütün tədbir iştirakçılarını salamlarım. Bu gözəl layihə münasibətilə sizə təbriklərimi göndərirəm. Mingəçevir Dövlət Universitetinin Elm və İnnovasiyalar şöbəsinin müdürüyəm. Vüqar müəllim, bu sahədə bu gözəl yaşıl həftə adlandırdığımız bu gözəl tədbirin, layihənin təşəbbüskarlarına, o cümlənin təşkilatçılarına, xüsusilə də Gülnar xanım, sizin timsalınızda UNEK-ə təşəkkürlərimizi bildiririk, təbriklərimizi göndəririk. Səbah müəllim, çox sağ olun, maraqlı təqdimatınız elədim. Ətraflı məlumat, əslində bunlar haqqında müəyyən qədər hamının məlumatı var. Onu qeyd edim ki, Mingəçevir Dövlət Universitetindən bura qoşulanlar hardasa mən saydım 17 nəfər hal-hazırda. Bax, bu iştirakçıların 17 nəfəri Mingəçevir Dövlət Universitetindəndir. Siz bu təqdimat elədiyiniz məsələlərin bir hissəsi artıq mətbuatda xeyli gedir, genişləndirilib. Bunlar məlumat siz çoxunu konkret şəkildə bir oranın əməkdaşı kimi konkret qoydunuz. Çox sağ olun. Mən ikicə sual maraqlandım. Bəlkə də biraz qəribə sənə. İşçi sayı barədə, bax, sizin bu Balaxanı poligonun ümumiyyətlə işçi sayı istəyərdim. Neçə nəfər oraya əmək fəaliyyətinə cəlb olun. Bir də orada siz rəqəmləri verdiniz, elektrik enerjisinin hasıl olması barədə. Bir də bəlkə də bu rəqəm orada vermişsiniz, mən olabilirsin, buraxdım. 1 kilowatt saat enerji üçün nə qədər məsrəf sizdə gedir ona? Maliyyə nöqteyi-nəzərdən, iqtisadi nöqteyi-nəzərdən. Nə qədər maliyyə gedir? Bəli, təxmini bəlkə belə bir rəqəm var sizdə. Çox sağ olun, minnətdarım. Buyurun, təşəkkür edirəm Vüqar müəllim suallarınıza görə. İşçi sayı bütün təsərrüfat sahələrimizlə ümumilikdə 600-ə yaxın işçi sayımız var. Bütün təsərrüfat sahələrinin bilgini, ofis nəzərdə tutulan mənim çeşidləmə zavodu, Balaxanı poligon, yəni ümumi dedim sayı, təxmini 600-ə yaxındır. Tam dəqiq öyrənmək istəsəniz, yəni mənim danılarım var, onu kadrlar şöbəsindən məlumat götürüb sizə verərəm. O ki, qaldı məqsəd, maliyyə, onu da yalan deyərəm, onu da tam dəqiq sizdə, yəni ki, o KNİM, bizdə Bakı Bək Məişət Tullantı Yandırması Zavodunu fransız şirkət KNİM idarə edirik. O, sırf nə sual maraqlıdırsa, e-mail adresini verərəm, yazarsınız, onu da cavablandırarım. Çox sağ olun, Səbah müəllim, bu həyata keçirdiyiniz xeyirxah fəaliyyətdə, xeyirxah işdə sizə uğurlar arzulayıram. Buyurun, təşəkkür edirəm sizə də. Çox sağ olun, Vüqar müəllim. Çatda da İlviyə xanımın sualı var idi. İlviyə xanım Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindəndir. Sual soruşub ki, Balaxanı Sənaye Parkı rezidentləri arasında Avropa şirkətləri və ya Azərbaycan-Avropa birgə şirkətləri varmı? Avropa şirkətləri yox, hamısı yerli şirkətlərdir. Amma Avropa şirkətlərdən bəli, hansı ki bu dəqiqə bir yol var, hansı ki təkər tullantıların emalı məşğul olacaq. Bəzi şirkətlər var, bəli. Hal-hazırda onlar sahələrini qurmaqla, qeyd etdiyim kimi 25 rezident var, 17-si artıq fəaliyyətə başlayıb, qalanları ərazilərində tikinti işləri aparırlar. Var. Yəni ki, onlardan biri də bir yoldur. Hal-hazırda tikinti işləri məşğuldur, amma fəaliyyətə hələ ki başlamayıb. Çox sağ olun. İlviyə xanıma da təşəkkür edirik sualı üçün. Ramil müəllimin də sualı var. Dünya Bankının nümayəndəsi Ramil müəllimdir. Buyurun, Ramil müəllim. Salam, sağ olun Gülnar xanım. Dünya Bankının baş məsləhətçisi.
Səbuhi bəy, sualım belə idi. Bu sizin azad zona və ya park təxminən Bakı və Abşeron rayonundakı istehsal olunan bərk tullantıları neçə faizini əhatə edə bilirsiniz və gələcəkdə böyümək planlarınız varmı? Yəni kapasite tam çatırmı Bakı və Abşeron rayonunu əhatə etməyə və bir də rayonlar üzrə nəsə bizim bölgələrimiz üzrə planlar varmı? Mən bilirəm ki, xüsusilə bərk məişət tullantılarının idarə edilməsi hələ də ciddi problem olaraq qalır. Mən rayonlara, dağlara bəzən səfər edirəm. Ən ucqar ərazilərdə belə görürəm ki, məsələn, bulaqlar, çaylar, hamısı xüsusilə plastik çirklənməsinə məruz qalıb. Bir çox bölgələrimizdə, xüsusilə də kənd ərazilərində demək olar ki, bərk məişət tullantılarını idarə etmə sistemi yoxdur. Hamısı çaylara axıdılır və o da gəlir son nəticədə yəqin böyük çaylarımıza və Xəzər dənizinə. Bir ölkə üzrə belə bir ümumi inteqrasiya olunmuş planın hazırlanması planları varmı? Təşəkkür edirəm. Çox sağ olun, amma çox maraqlı işləriniz var. Uğurlar arzu edirəm sizə. Təşəkkür edirəm Ramil bəy. Bəli, çox təəssüf ki, regionlarda vəziyyət ürək açan deyil. Biz yenə qeyd etdiyim kimi Bakı şəhərinin 12-ci Zibati rayonunda, Bakı şəhərində fəaliyyət göstəririk. Bundan əlavə bizim biraz fəaliyyət sahəmiz bu işğaldan azad olmuş torpaqlarda da başlayıb. Şuşa rayonunda biz artıq fəaliyyətə başlamışıq. Tullantılar orada da artıq qeyri-üzvü və üzvü tullantılar xüsusi çeşidlənir və fəaliyyətimiz davam edir orada. Bundan əlavə artıq bizdə Cəbrayıl, Qubadlı, Zəngilan və digər işğaldan azad olunmuş torpaqlarda da səfərlərimiz olub və tullantı poligonu üçün ərazilər seçilib və orada da işlər gedir. Amma rayonlar üçün Cənab Prezident tərəfindən milli strategiya imzalanıb. Rayonlarda da sanitar poligonların və ötürücü məntəqələrin tikintisi planlaşdırılır. Gələcəkdə bunlar da nəzərə alınmışıq, olacaq. Çox təəssüf ki, rayonlarda bəli, bu belə deyək də poligonlar deyil, onlar qeyri-qanuni tullantı sahələrdir. Tullantılar xüsusi Məcli Kommunal Təsərrüfat Birliyi tərəfindən yığılır və boşaldılır ora və qalaqlanır. Yəni bu layihələri regionlarda da quracağıq inşallah. Çox sağ olun Ramil müəllim sualınız üçün də. Başqa sualı olan varmı iştirakçılarımızdan? Mən bir sual vermək istəyirdim Səbuhi müəllim. Son vaxtlarda dünya təcrübəsində görürük ki, sənaye parkları daha çox ekosənaye parklarına çevrilməyə çalışılır. Bəs biz Balaxanı sənaye parkını ümumiyyətlə ekosənaye parkı saya bilərikmi? Yəni nə dərəcədə? Bəli. Balaxanı ekosənaye parkıdır. Yəni layihələrdə də ekosənaye parkı gedir. Yəni saya bilərsiniz. Bəs digər fəaliyyətə başlamayan rezidentlər var idi. Onlar tam olaraq fəaliyyət sahələri nə olacaq? 25-dən dediniz 17-si fəaliyyətə başlayıb. Digər başlamayan... Fəaliyyət sahələri, məsələn, burada tullantı, belə deyək, təkərlərin emalı ilə məşğul olacaq o şirkətlər var. Sonra yenə plastikdir, kardondur, müxtəlif, ancaq tullantıdan nə olursa belə şeylər. Amma o rezidentlər də yəni ki, bu yaxınlarda fəaliyyətə başlayacaqlar. Hal-hazırda 25 rezidentdən 17-si artıq fəaliyyətə başlamışdır. Təşəkkürlər. LED burada bir rezident var, Zəfər İşığı belə bir şirkət var, hansı bizim rezidentlərdən biridir. Fəaliyyət sahəsinə bu yaxınlarda başlayacaq. Hansı ki, LED lampalarının istehsalı ilə məşğuldur. İnşallah bir gün Gülnar xanım, əgər alınsa, bizim sizi dəvət edirik bu tədbir iştirakçılarında, bizim təsərrüfat sahələrinə, belə bir deyək, min eşitləmə bir dəfə görmək yaxşıdır. Bir-iki səfər olsa, lap gözəl olur. Çox sağ olun. Elmar müəllimin də sualı var. Buyurun Elmar müəllim. Çox sağ olun. Səbuhi müəllim, təşəkkür edirəm maraqlı təqdimat üçün. Mənim sualım ondan ibarətdir. Əvvəl Gülnar xanım qaldırdığı məsələ ilə bağlı bu ekosənaye parkı ilə bağlı. Bu ekosənaye parkının, misal üçün mən bildiyim qədər UNIDA, bu BMT-nin sənaye təşkilatı bir
bir klassifikasiya edir də, müəyyən bir kriteriyalar var. O kriteriyaların əsasında mövcud olan sənaye parklarını ekosənaye parkına çevirirlər. O ekosənaye parkı da odur ki, o rezidentlər misal üçün bir tərəfdən qənaət edirlər enerjiyə, suya, digər tərəfdən də avtomatik olaraq onlar ətraf mühitə, onların o vurduğu ziyan müəyyən dərəcədə azalır. Balaxanı Sənaye Parkının ekosənaye parkı olması bu beynəlxalq həmin o kriteriyalara, standartlara uyğundurmu? Yəni bunu biz özümüz adlandırırıq bu ekosənaye parkı, yoxsa bu beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş o kriteriyalar əsasındadır bu ekosənaye parkı? Birinci sualım buydu. İkinci sualım ondan ibarətdir ki, bu dünyada bu son zamanlar çox dəbdə olan, xüsusilə də Avropada dəbdə olan mövzu bu mətbəx tullantılarının gübrəyə çevrilməsi, bu komposta çevrilməsi və faktiki olaraq da belə degradasiya uğramış torpaqların dirildilməsində istifadə edilməsi. Misal üçün, bu yaxınlarda mən bir məlumat da göndərmişdilər. Ekobot deyilən bir sistem var. Hindistanda istehsal olunur bu avadanlıq. 24 saat ərzində, yəni bu mətbəx tullantısını qara torpağa, gübrəyə çevirir. Yəni 24 saat. Bununla bağlı bizdə, xüsusilə bu təmiz şəhərin layihələrində varmı belə bir mövcud belə bir layihəmi və ya perspektivdə planlar? Üçüncü sualım isə ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərimizdə mən bildiyim qədər təmiz şəhər cəlb olunubdur, xüsusilə də Şuşada və digər ərazilərimizdə bu müvafiq layihələrə. Onunla bağlı bir məlumat xahiş etmək istərdim. Çox sağ olun bir daha. Çox sayın Ülman müəllim, təşəkkür edirəm. Bəli, gübrə haqqında bizim AMENA layihəmiz var. O layihə hələ ki davam edir. Xüsusi hesabatlar hazırlanıb təqdim edilir. Hələ ki ictimaiyyətə təqdim etməmişik. Prosta bunun üstündə hələ ki iş gedir. Yəni, bu gələcəkdə belə bir planlarımız var. Yəni, işte tullantılardan və hətta gübrə hazırlanması ehtimalı o ki, qaldı, bir adı qeyd etdim, Qarabağdan, işğaldan azad olmuş torpaqlarda fəaliyyətimiz. Şuşada artıq fəaliyyət göstəririk. Tullantılar artıq o yeni qeyd etdiyim kimi üzv və qeyri-üzvü növünə görə çeşidlənir və bu layihə davam edir və daha da təkmilləşdiriləcək, daha da müasir olacaq orada. O birisi rayonlarda isə Zəngilan, Qubadlı, Cəbrayıl, Tərtər, yəni Tərtər deyəndə Suqovuşan və Talış kəndi ərazilərində torpaq sahələri artıq seçilib və bunların üstündə iş gedir. Orada da artıq xüsusi poligonlar olacaq, hansı ki, o ərazidə formalaşan tullantılar həmən poligonlara daşınacaq. Birinci sual vermişdiniz, Ekosənaye Parkı beynəlxalq təşkilatlar tərəfindən. O haqda belə deyərdim də, biz tərəfdən amma beynəlxalq təşkilatlar tərəfindən onu tam dəqiqləşdirərəm. Amma siz qeyd etmişsiniz, bəli, hələ ki biz tərəfdən bu Ekosənaye Parkı adlandırılır. Onu tam dəqiqləşdirib, ətraflı isə məlumat verərəm. Təklif etmək istəyirəm ki, çox yaxşı olardı ki, bizim bu hal-hazırda Gülnar xanım da rəhbərlik etdiyi mərkəz bu UFO Environment layihəsi çərçivəsində Ülviyə xanım da iştirak edir. Bir neçə beynəlxalq təşkilatın həyata keçirdiyi bu şərq tərəfdaşlı ölkələr üçün, o cümlədən Azərbaycan üçün layihə var və o layihə çərçivəsində UNIDA bu adi klassik sənaye parklarının ekosənaye parkına çevrilməsi layihəsini həyata keçirir. Çox yaxşı olardı ki, Gülnar xanımla siz elə bu məsələdə də bir müəyyən bir əməkdaşlıq qurulsun. Bizdə də mövcud olan parkların ekosənaye parkına çevrilməsi istiqamətində UNIDA-nın o kriteriyalarını əldə edib, tanış olaq və müvafiq bir layihələr həyata keçirmək olar. Yalnız Balaxanı yox, ümumiyyətlə digər sənaye parklarımızın da ekosənaye parkına çevrilməsi. Yəni, ekosənaye parkı o demək deyil ki, bu yalnız eko məhsul istehsal edir. Bu sənaye məhsulda istehsal edir. Sadəcə olaraq bunun o fəaliyyəti yaşıldır da, bu proses daha yaşıl, daha səmərəlidir. Ona görə yaxşı olardı, Gülnar xanım bir dəfə təqdimat etmişdi bu ekosənaye parklarıyla bağlı. Yəni, bu çox vacib bir məsələdir. Yaxşı olardı, bununla bağlı bir əməkdaşlıq qurulsun təmiz şəhər layihəsi ilə mərkəz arasında. Çox sağ olun.
Olsun. Təşəkkür edirəm. Çox sağ olun Elmar müəllim sualınız üçün. Zaur müəllimin də sualı var. Buyurun Zaur müəllim. Çox sağ olun Gülnar xanım. Zaur Rəsulov, Mingəçevir Dövlət Universitetinin müəllimi. Mingəçevirdən salamlayırıq sizi, Sabir müəllim. Təşəkkür edirəm Zaur müəllim. Çox sağ olun təqdimat üçün. Mənim sualım qısa olacaqdır. Sizin verdiyiniz məlumatlar əsasən Bakı və Bakı ətrafı ərazilər üçün idi. Konkret olaraq Mingəçevirin özündə Mingəçevir Sənaye Parkı fəaliyyət göstərir və Mingəçevir Sənaye Parkında bu cür rezidentlərin gələcəkdə açılması, fəaliyyət göstərməsi gözlənilir. Yəni planda varmı belə bir şey? Düzdür, Mingəçevir Sənaye Parkının idarəçisi Sumqayıt Kimya Sənaye Parkıdır. Amma sizin təşkilatla o təşkilat arasında əlaqə nəticəsində belə bir rezidentin fəaliyyət göstərməsi və Mingəçevir ətraf rayonlarda bu cür bərk tullantıların utilizasiyası və yaxud da ki, yenidən emalı məsələləri baxılırmı, gözlənilirmi? Çox sağ olun, minnətdarım. Təşəkkür edirəm Zaur müəllim. Yox, hələ ki o barədə bir məlumat yoxdur. Mingəçevir şəhərində tullantıların idarə edilməsi də milli strategiyaya uyğunlaşdırılacaq. Yəni ki, orada poligondur, turizm məntəqələrin tikilməsidir. Yəqin ki, bunlar olandan sonra həmən fəaliyyət sahələrinə baxıla bilər. Zaur müəllim, təşəkkür edirəm sualınız üçün. Siz sağ olun. Rami müəllimin də sualı var. Şirkətin illik maliyyə dövriyyəsi nə qədərdir və mənfəət yaradılırmı? Şirkətin üzrə istəyirəm necə xanım? Günay xanım. Şirkətin illik maliyyə dövriyyəsi nə qədərdir və mənfəət yaradılırmı? Mənfəət yaradılır. Maliyyə dövrəsini onun maliyyə şöbəsindən soruşub lazım olsa. Tamam, təşəkkür ederim. Sabir müəllim, bir də bir sual vermək istəyirdim. Elmar müəllimin dediyi məsələ ilə də bağlı. Ekosənaye parklarında məsələn ilk şərtlərdən biri odur ki, mütləq park menecment sistemi olmalıdır. Hansı ki, oradakı bütün rezidentlərin dataları toplanılır, hansı resurslar istifadə olunur, inputları nələrdir, outputları nələrdir. Və bunların hər statistik aralarında nə kimi sənaye simbiozu yaradıla bilər, bununla bağlı da addımlar atılır. Bilmək istəyirdim ki, Balaxanı Sənaye Parkında belə bir menecment park sistemi varmı? Ya rezidentlərin ümumiyyətlə istifadə elədikləri xam maddələr olsun, hazır istehsal prosesi ilə bağlı statistik məlumatlar davamlı olaraq izlənilir. Bəli, statistik məlumatlar olur Gülnar xanım və biz o aylıq hesabatlar da olur. Və həmən aylıq hesabatlarda o statistik məlumatlarda həmən hesabatda əks olunur. Yəni, lazım gələrsə, hansı rezidentdə, hansı tullantı üzrə hesabatlar lazım olsa, statistik lazım olsa, onları verməyə hazırıq. Çox sağ olun. Bir də son bir sual soruşmaq istəyirdim Səbun müəllim. Bizdə mərkəzimizdə Bakı Resurs Səmərəliyi və Daha Təmiz İstehsal Klubu yaradılıb və hal-hazırda 10 sənaye şirkəti üzvümüz var, fərqli şirkətlərdir. Həm də sadəcə klublar deyil, böyük şirkətlər də var və bizdə daha çox görüşlərimiz olanda belə bir problemi dilə gətirirlər ki, bizim sənaye şirkəti olaraq müəyyən qədər tullantılarımız olur və bu tullantılar başqa sənaye şirkətləri üçün faydalı olan tullantılardır. Onlar bunu xam maddə olaraq istifadə edə bilərlər. Sadəcə elə bir sistem qurulmağını istəyirlər ki, o tullantılar onlardan alınıb başqa sənaye şirkətlərinə çatdırılsın. Təmiz şəhərin bununla bağlı hansısa bir layihəsi ola bilərmi? Ya buna yaxın hər hansı bir fəaliyyətiniz varmı? Hansı ki, koordinasiya qurulsun, hansı şirkətlərdə, sənaye şirkətlərdə nə kimi tullantılar var və bu hansı şirkətlər üçün xam maddə olaraq istifadə oluna bilər. Yəni, sistemli şəkildə izlənilə bilsin, koordinasiya qurulsun. Təmiz şəhərin bununla bağlı hansısa fəaliyyəti varmı? Ya gələcəkdə mümkündürmü belə bir fəaliyyət olsun? Məsələn, tullantı növləri hansı, məsələn, şirkətdə hansı tullantı çıxır, yəni hansı özü çeşidləyir, onu saxlayır. Bəli, çeşidləyir, saxlayır və burada kardon olanlar var, plastik olanlar var, şüşə olanlar var. Bizim bu təhsil müəssisələri ilə belə bir layihələrimiz var, Təhsil Nazirliyi ilə. Bu tullantı təhsil müəssisələrində hansı ki, kağız, kardon tullantıları xüsusi yığılır, çeşidlənir və bizim əməkdaşlar tərəfindən həmən tullantılar yığılır və təhvil verilir çeşidləmə zavoduna.
Əgər ola bilər, şeydirsə problem deyil. Baxır təhlükəli tullantı olmasın. Çoxsu indi batereya tullantıları yığırlar. Bir dəqiqə prioritet mövzu oldu şəhərdə. Yəni batereya tullantılar təhlükəli olduğuna görə o təhvil verməlidir Ekologiya Nazirliyinin təhlükəli tullantılar poliqonuna. Bəs bununla bağlı müraciət edə bilərlərmi? Çünki şirkətlər bizə dəfələrlə görüşdə bizim artıq 2 sessiyamız olub və orada bunu dilə gətiriblər ki, bizim üçün ən böyük faydalardan biri olar ki, bu tullantılar bizdən alınıb başqa ehtiyac olan şirkətlərə təmin edilsin. Ən azından bir statistikası çıxardılsın. Biz bilək ki, bizim tullantılar hansı deyək ki, sənaye şirkətləri üçün xam maddə olaraq istifadə oluna bilər. Bəli, Bununla bağlı yenə baxır, ay ərzində nə qədər tullantı, hansı növ tullantı formalaşır, il ərzində bu nə qədər olur. Yəni ona görə eləmək olar, problem deyil. Çox sağ olun. Cahir müəllim, buyurun, sualınız var. Gülnar xanım, sizin sualdan yarandı mənim sualım. Sabih müəllim, sizdə startap layihələr dəstəklənirmi? Yəni konkret sizin sahələr üzrə, bu təmiz şəhər layihəsi üzrə və ya ümumiyyətlə deyək Balıqxanı tutaq ki, sənaye parkında ola bilsin ki, ali təhsil müəssisəsinin tələbələri öz ixtisasları üzrə, tutaq ki, ekologiyada, ekologiya mühəndisliyi ixtisası üzrə startap layihələr var. Bu layihələr dəstəklənirmi sizdə? Bəli, Zahir müəllim, dəstəklənir. Baxır layihəyə, yəni layihəni təqdim eləmələri biz baxmalıyıq. Əgər məqsədə uyğundursa, əlbəttə dəstəklənir. Təşəkkür edirəm Zahir müəllim. Başqa sualı olan varmı iştirakçılarımızdan? Ya tövbə vermək istəyən, fikri olan varsa buyursun. Sualı olan yoxdur. Hər birinizə çox təşəkkür edirəm iştirak elədiyiniz üçün, dəyərli vaxtınızı ayırdığınız üçün. Sabih müəllim, sizə də çox təşəkkür edirik təklifimizi qəbul edib iştirak etdiyiniz üçün. Bizim növbəti tədbirlərimiz də olacaq. Bu həftə Yaşıl İqtisadiyyat həftəsidir. Sabah bərpa olunan Enerji Mənbələri Agentliyindən Cəbrayıl Əliyevov da təqdimatı olacaq saat 3-də. Yenə də həm linki, həm posteri təkrar olaraq paylaşacağıq. O görüşdə də hər birinizi görmək çox xoş olar. Təkrar çox təşəkkür edirəm hər biriniz üçün. Ümid edirəm ki, təmiz şəhərlə də bu sahədə Elmar müəllimin də dediyi kimi əməkdaşlığımız davam edəcək. Hər birinizə təşəkkür edirəm, xoş gün arzulayıram. Sağ olun iştirak etdiyiniz üçün. Təşəkkür edirəm Gülnar xanım. Çox sağ olun. Siz sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun, minnətdarım. Çox sağ olun.